Salam, bugün biz fərdi maliyyəyə baxışınızı kökündən dəyişdirəcək çox maraqlı bir təhlillə qarşınızdayıq. Biz Morgan Housel'ın o məşhur Pulun Psixologiyası kitabındakı ən dəyərli fikirləri götürüb, sizin üçün vizual və qavranılması asan bir bələdçi halına gətirdik. Məqsədimiz sərvət, bəxt, risk və əsl maliyyə azadlığını aparan davranış qaydalarını addım-addım incələməkdir. Hazırsınız? Onda gəlin başlayaq. Yaxşı, gəlin bu məsələyə biraz dərindən baxaq. Məncə, özümüzə verməli olduğumuz ən təməl sual budur. Əgər pul məsələləri, yəni maliyyə, sadəcə riyaziyyatdan, düsturlardan və rəqəmlərdən ibarətdirsə, onda niyə belə çox ağıllı, savadlı insanlar pulla bu qədər böyük səhvlər edirlər? Niyə bəzən heç bir maliyyə təhsili olmayan adi bir insan nəhəng bir sərvət toplayır, amma Harvard məzunu bir rəhbər müflis ola bilir? Maraqlıdır, düzdür? Bunun cavabı bu iki fərqli hekayədə gizlidir. Bir tərəfdə Ronald Reed adlı şəxs var. O təvazökar bir yanacaq doldurma məntəqəsi işçisi, sadə bir süpürgəçi idi. Və təsəvvür edin, o 92 yaşında vəfat edəndə arxasında düz 8 milyon dollarlıq sərvət qoymuşdu. O nə lotereya udmuşdu, nə də ona böyük bir miras qalmışdı. Sadəcə qazancının bir hissəsini kənara qoymuş və səbirlə 10 illiklər boyu investisiya etmişdi. Digər tərəfdə isə Harvard təhsilli, zəki texnologiya rəhbəri Richard Fuscona dayanır. Bu adam o qədər ehtiyatsız və egoist idi ki, təsəvvür edirsiniz, sırf əyləncə üçün 100 min dollarlıq qızıl sikkələri dənizə atırdı. Bəs axırı nə oldu? Bəli, müflis oldu. Bu çox kəskin kontrast bizə açıqca sübut edir ki, maliyyə uğuru sizin zəkanızla deyil, tamamilə davranışınızla bağlıdır. Biz də kitabdakı o 18 önəmli dərsi asanlıqla mənimsəmək üçün onları 5 əsas mövzu ətrafında topladıq. Davranışın intellektdən üstünlüyü, bəxt və riskin əkizliyi, zənginlik və sərvət fərqi, mürəkkəb faizin gücü və nəhayət, əsl maliyyə azadlığı. Gəlin çox vaxt itirmədən elə birinci hissədən başlayaq. Pulla davranış, intellektdən üstündür. İnsanların etdiyi ən böyük xəta maliyyəni fizika qanunları kimi dəqiq bir elm hesab etməkdir. Mənbə materialımız olan Pulun Psixologiyası kitabının irəli sürdüyü əsas fikir budur ki, pulun idarə edilməsi Excel cədvəllərinə deyil, birbaşa emosiyalara, insan təbiətinə əsaslanan yumşaq bir bacarıqdır. Müəllif burada bizim pul haqqındakı o qəlibləşmiş riyazi fikirlərimizi alt-üst edir. Beləliklə, buradakı ən həlledici məqam odur ki, əslində heç kim dəli deyil. Bəzən başqalarının pulla etdiyi hərəkətlər kənardan tamamilə məntiqsiz görünə bilər, düzdür? Amma gəlin unutmayaq ki, hər kəs o qərarı öz dünya görüşünə əsaslanaraq verir. Məsələn, düşünün, Böyük Depressiya dövründə gəncliyini keçirən, hər qəpiyin qədrini bilən bir nəsillə hər şeyin sürətlə inkişaf etdiyi iqtisadi boom dövründə böyüyən bir gəncin riskə və pula baxışı eyni ola bilərmi? Qətiyyən. Keçmiş təcrübələrimiz bizim fərdi maliyyə obyektivimizi formalaşdırır. Buradan da keçirik ikinci hissəmizə. Bəxt və risk əkizdir. Bilirsiniz, biz reallığın narahat edici bir tərəfini tez-tez qulaq ardı edirik. Həyatda nəticələr heç də həmişə yalnız bizim səylərimizlə ölçülmür. Adətən belə oluruq, deyilmi? Yaxşı nəticələr olanda deyirik ki, mən dahi bacarıqlara sahibəm, amma işlər tərs gedəndə bunu risk və ya kənar amillər adlandırırıq. Lakin kör təsadüfün, yəni bəxtin buradakı nəhəng rolunu görməzdən gəlirik. Həyat sonsuz sayda dəyişkənlərin olduğu çox mürəkkəb bir oyundur. Bəzən sizin nəzarətinizdən tamamilə kənar olan amillər günlərlə düşünüb atdığınız addımlardan belə daha çox fərq yaradır. Housel bu konsepti başa salmaq üçün öz gəncliyindən sarsıdıcı bir şəxsi hekayə danışır. O və iki yaxın dostu dağda qadağan olunmuş təhlükəli bir zonada xizək sürürdülər. Birinci cəhddən sonra dostları yemindən sürüşmək qərarına gəlirlər. Morgan isə o an heç bir xüsusi, məntiqi səbəbi olmadan sadəcə mən getməyəcəyəm, düşüb maşını gətirim deyir. Və nəticə? Çox təəssüf ki, dostları o qadağan olunmuş ərazidə nəhəng bir qar uçqununa düşərək faciəvi şəkildə həyatlarını itirirlər. Morganı xilas edən bu qərar hansısa bir risk analizi deyildi. Bu sadəcə bir millimetrlik bir təsadüf, inanılmaz bir bəxt idi. Bu hekayə bizə xatırladır ki, həm həyatda, həm də maliyyədə bəxt və riskə qarşı hər zaman təvazökar olmalıyıq. Üçüncü hissəyə daxil oluruq, zənginlik yoxsa sərvət. İndi, bu məsələnin ən maraqlı tərəfi odur ki, bizdən pul və statusla bağlı bütün bildiklərimizi yenidən sorgulamağımızı tələb edir. Cəmiyyət olaraq biz hər şeyi yalnız gözümüzlə gördüyümüzə görə qiymətləndirməyə alışmışıq. Kimsə 100 min dollarlıq bir lüks avtomobildən düşürsə, aha, demək ki, zəngindir deyirik. Çünki o maşının aylıq xərcini qarşılamaq üçün küllü miqdarda pul lazımdır. Lakin əsl sərvət sizin görmədiyiniz şeydir. Bəli, sərvət vitrindən alınmayan o avtomobil, qola taxılmayan o saat, bankda gözləyən, hələ heç nəyə xərclənməyən və sizə gələcəkdə azadlıq və seçimlər verəcək olan aktivlərdir. Burada ortaya çox qəribə, amma bir o qədər də real bir vəziyyət, avtomobildəki adam paradoksu çıxır. Təsəvvür edin, insanlar bəzən illərlə işləyib bahalı idman avtomobili alırlar ki, hər kəs onlara baxıb heyran qalsın. Amma əslində o cür bir avtomobil küçədən keçəndə insanlar heç vaxt sükan arxasındakı adamı təqdir etmir. Sırf maşına baxıb içlərindən kaş ki mənim belə maşınım olardı. Onda bütün insanlar mənə heyran olardı deyə düşünürlər. Yəni o heyranlıq əşyanın sahibinə deyil, əşyanın özünə yönəlir. Odur ki, cəmiyyətdə həqiqi hörmət qazanmaq istəyirsinizsə, bunun yolu Ferrari sürmək yox, empatiya, xeyirxahlıq və təvazökarlıq göstərməkdir. Pulu sırf başqalarına zəngin olduğunuzu sübut etmək üçün xərcləmək pulsuz qalmağın ən qarantili yoludur. Keçirik dördüncü hissəmizə. Mürəkkəb faizlərin gizli gücü.
Və bu rəqəm bizə mükəmməl şəkildə göstərir ki, zamanın riyaziyyatı əslində necə işləyir. 81,5 milyard dollar. Söhbət dünyanın ən məşhur investorlarından biri olan Warren Buffett'in sərvətindən gedir. Lakin sizi heyrətləndirəcək əsl detal bu deyil. Təsəvvür edirsiniz, o bu 81,5 milyard dolları sırf 65 yaşından sonra qazanıb. Şübhəsiz ki, o möhtəşəm investordur. Lakin onun əsl ən böyük sirri sadəcə zamandır. Mürəkkəb faizin sehri ondadır ki, əldə etdiyiniz kiçik bir artım gələcək artımlar üçün yanacaq rolunu oynayır və bu proses 10 illiklər boyu dayanmadan davam edir. Bəzən mükəmməl bir investisiya bazardakı ən yüksək gəliri tapmaq, yox, yaxşı bir gəliri illərlə davamlı və sabit şəkildə qoruyub saxlaya bilməkdir. Və bilirsiniz, bu mürəkkəb təsir prinsipi yalnız pulda keçərli deyil. Bunu cəmiyyətin nəsillər boyu davam edən tərəqqisində də görə bilərik. Məsələn, əsrlər əvvəl ulu babalarımız ancaq qida və sığınacaq tapmaq, yəni sağ qalmaq dərdi çəkirdilər. Onlar bunu həll etdikcə növbəti nəsillər diqqətini təhlükəsizliyə, ondan sonrakılar isə tibbə, elmə yönəltdilər. İndi isə biz görəsən bugün hansı kofeni içim və ya iş-həyat balansımı necə qurum deyə düşünürük. Bəzən yaşlılar gənclərə ərköyün deyirlər, lakin əslində biz ərköyün deyilik. Bu mənzərə əvvəlki nəsillərin çəkdiyi əziyyətlərin cəmlənmiş dividendidir. Bu mürəkkəb inkişaf sayəsində biz artıq tamamilə yeni, daha lüks hesab edilən problemləri həll etmə imkanına malikik. Gəldik 5-ci və sonuncu hissəyə. Əsl maliyyə azadlığı. İndi gəlin bunun necə formalaşdığına baxaq. Ümumiyyətlə, niyə bütün bunları öyrənirik? Çünki zəngin olmaqla zəngin qalmaq bir-birinə tamamilə zidd olan bacarıqlardır. Pulu əldə etmək üçün, bəli, cəsarət, risk və nikbinlik lazımdır. Lakin o pulu əldə saxlamaq üçün təvazökarlıq, qənaətçilik və bəlkə də biraz paranoya gərəkdir. Hər an əldə etdiyinizin əlinizdən çıxa biləcəyini qəbul etməlisiniz. Özünüzə xətalara yer qoyan bir təhlükəsizlik marjası yaratmalısınız və bəlkə də ən vacibi daimi artan hədəflərinizi dayandırmağı bacarmalısınız. Əgər qazancınızla bərabər həyat standartlarınız, gözləntiləriniz də durmadan artırsa, qazandığınız hər yeni məbləğ bir müddət sonra öz əhəmiyyətini itirəcək. Sonda isə sizə o ən vacib, bəlkə də ən çətin sualla müraciət etmək istəyirəm. Nə qədər pul sizin üçün kifayətdir? Sosial müqayisə cəmiyyətin içindəki bitmək bilməyən bir döyüşdür və inanın mənə, bu döyüşdə qalib gəlməyin yeganə yolu o döyüşü heç başlamamaqdır. Pulun bizə verə biləcəyi ən yüksək, ən dəyərli dividend hansısa bahalı əşya deyil. Pula ala biləcəyiniz ən böyük şey həyatınızın idarəsinin təkrar öz əlinizə keçməsidir. Yəni, istədiyiniz zaman, istədiyiniz insanlarla, istədiyiniz qədər vaxt keçirə bilmək azadlığıdır. Odur ki, yalnız cədvəlləri və rəqəmləri yox, öz psixologiyanızı da idarə etməyi öyrənin. Ümid edirəm ki, Housel'ın bu fikirlərini təhlil etdiyimiz bugünkü bələdçimiz maliyyəyə baxışınızda çox müsbət bir səhifə açacaq. Özünüzə yaxşı baxın.